İzahlı test 7. ise 6. sınıf İngiliz dili. Choose correct modal verb. Düzgün modal fiili seçin. You eat a lot of fruit. It's useful for health. Sen meyve yemelisən. Bu sağlamlıq üçün faydalıdır. Kan burada bilmək, bacarmaq mənası verir. Həm də kandan sonra to işlənmir. Masdan sonra da ikinci feil gələndə to işlənmir. B ilə D səhvdir. You mustn't eat a lot of fruit. Sən meyvə yeməməlisən. Bu sağlamlıq üçün faydalıdır. Mənasına görə uyğun gəlmir. You must eat a lot of fruit. It's useful for health. Sən meyvə yeməlisən çoxlu. Bu sağlamlıq üçün faydalıdır. 6-da A bəndi doğru cavabdır. 7. sual choose a tag question. Ayrıcı sual cümləsini seçin. A bəndində were the children happy at the circus? Were the children happy at the circus cümləsi ümumi sual cümləsidir. B bəndə were the children happy at circus or at the zoo? Bu alternativ seçmə sual cümləsidir. O ilə işlənib. C bəndə the children were happy at the circus weren't they? Bəli, weren't they axırda deməli elə deyilmi? Uşaqlar sirkdə xoşbəxt idilər, elə deyilmi? Bu C bəndi doğru cavabdır. D bəndi isə niyə səhvdir? When were the children happy? When ilə başlayıb, when əvəzli ilə başlayıb, when, who, what əvəzli ilə başlayan cümlələr xüsusi sual cümlələrdir. D bəndi ona görə səhvdir. C bəndi doğru cavabdır. 8. sual choose a correct tense form. Düzgün zaman formasını seçin. People emails to their friends and relatives. İnsanlar öz deməli dostlarına və qohumlarına e-mail göndərirlər. Send fe'lini işləyib send göndərmək deməkdir. Send fe'linin keçmiş zaman forması qaydasız fe'ldir. Senddir. İnsanlar deməli öz dostlarına, qohumlarına çoxlu e-mail göndərdilər. Bir doğrudur. Keçmiş sadə zamandadır. People sends ola bilməz. People cəmdədir. İnsanlar mənasını verir. Onun təki persondur. Bir şəxs mənasını verir. Ona görə onun fe'lin sonunda S çəkilisi işlənə bilməz. Fe'lin sonunda S çəkilisi indiki sadə zamanda yalnız üçüncü şəxsin təki ilə, he ilə, she ilə, it ilə işlənir. 2 ona görə səhvdir. Üçüncü söz send. People send emails to their friends and relatives. İnsanlar öz dostlarına və qohumlarına e-mail göndərirlər. 3 doğrudur. 4. People is sending. People is sending olmaz. Çünki people cəmdədir. Onun a sending olmalıydı indiki davam edici zamanda. 4 səhvdir. Hansılar doğrudur burada? 1 ilə 3 doğrudur.